Mən Bədəlov Bədəl Bəhramoğlu, Cəbrayıl rayon Cozuq Mərcanlı kəndi, ev nömrə 1-də yaşayıram. Daha öncə fevral ayının 18-də Cozuq Mərcanlı kəndi ərazisinə aid olan yerdə salınmış 1 hektar 40 sot ərazidə tut bağında 428 ağacın məhv olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə müraciət edərək bildirdim ki, bu ərazidə məsul şəxslər tərəfindən bu bağın kütləvi ziyan vurulur. Yəni bağ texnika vasitəsilə şumlanıb və ağaclar məhv olunur. Oradan gələn əməkdaşlar 168 qaynar xəttindən 12 saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəsindən nümayəndə göndərdilər. Lakin gələn nümayəndələr vəzifələrin düzgün yerinə yetirməyərək oradakı ağaçların sayını az yazdılar. Mən də buna etiraz edərkən onlar 9 ay bundan qabaq öz kəndi evimin qarşısında səkidə elektrik xəttlərindən təxminən 50 santlıq məsafədə əkdiyim qovaq ağaçlarını 9 ay bundan qabaq kəsmişdim. O ağaçların da içində quruları da vardı, yaşı da vardı. Lakin o ağaçları zəruri halın yarandığı üçün kəsmişdim. Çünki buna kənd sakinləri də özləri şahiddir, icra nümayəndəsinin özü də şahiddir. İndi mən o ağaçları video çəkilişlə sizə də göstərəcəm. O ağaçlardan aşaraq burada elektrik xəttinə ziyan vurmuşdur. Kənd sakinləri ümumi kənd ərazisində bir sutka yarım elektrik xətti olmamışdır. İndi gedək mən o ağaçları yerindəcə sizə göstəreyim. Və məni 12 saylı Ekologiya Təbii Sərvətlər Nazirliyi 9 ay sonra bu ağaçlarla bağlı mənə protokol tərcüm elədilər və protokolda məni 5184 manat cərimə yazıldığı məhkəmə vasitəsilə. Və mən məhkəmədə də məlum oldu ki, mənə bunlar ümumilikdə mənə 25 ağac yazıblar və bu 25 ağacın 4 dənəsinin quru, 21 dənəsində burada məqsəd nədir? Məqsəd burada mənim niyə o tut bağını paylaşdığım, orada niyə bu qədər ağacın məhv olunduğunu etiraz elədiyimi, baxın, burada bax, göstərirəm. 12 saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib yaş yazdığı ağaçlar. Baxın, burada bax, özünüz də şahidi olun. Bu yaş ağac belə olur. Bax. Baxın, yaş ağac belə olur mu? Bax, yaş ağacdırsa, bunun bir budağı çıxmalıdır. Gəlin bəli. Bir yaş ağac, 2 yaş ağac, 3, 4 tane yaş ağac. Bu yaş ağac ola bilər mi? Bax, bax, bu bax görürsünüz, avılıb tökülür. Baxın, bax, yaş ağac belə mi olur? Baxın, məqsəd nədir? Məqsəd məni susturmaqdır. Baxın, bax, bax, bunların hamısını yaş yazıblar. Mənə nədir, məni cərimələsinlər. Baxın. Yaş ağac belə olur mu? Bu yaş ağacdır mı? Bax, kötüklərə baxın, avılıb tökülür adamlarına. Bax, bu yaşdır. Yəni, yaş deyil, ha, bu da kötükdən çıxmayıb. Bax, torpaqdan çıxıbdır, bax, bu da ha, saçaq vasitəsilə. Baxın, baxın, yaş ağac belə olur mu? Bu yaşdır. Bu yaş ola bilər mi? Baxın, bax, indi mən buradan ağzımı tutub adiyyatı qurumlardan xahiş edirəm. Mənim əgər bunları məhv eləmək bir prinsipim olsaydı, mən yerinə təkrar şam ağaçlarını alıb əkməzdim. Mən şam ağaçlarını ondan ötürü aldım, əkdim ki, bunlarda budama aparaq. Bunlar yaxşı inkişaf edir, ekologiyaya yaxşı təsir göstərir, havanı təmizləyir. Baxın, həmən ağaçlardan da bax əkmişəm. Qısa vaxtda bu ağaçların ömrü yoxdur, az bir ömrü var. Lakin bunlara qulluq etməyimə baxmayaraq bu ağaçlar qurudur. İndi buradan adiyyatı qurumlara səslənirəm. Bax, burada elektrik xəttidir. Elektrik xətti ilə onun arasında 50 sm məsafə var. Bu ağaçlar tez böyüyür, tezdə məhv olur. Bax, bu vəziyyətdə avlı tökülür. Mən adiyyatı qurumlardan xahiş edirəm. Buradan bizə izləyən, bu videonu izləyən nazirlikdən xahiş edirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xahiş edirəm ki, baxsınlar, gəlsinlər, yerində bu məsələni aydınlaşdırsınlar. Mən bir vətəndaş olaraq baş prokurorluqdan xahiş edirəm ki, bu məsələni yerində araşdırılsın. 428 dənə
tut bağında ağac məhv edən adam bu günləri əlin qolun sallayaraq məhkəmədən 1 manat dövlət rüsumun cəriməsini ödəmədən gedir. Amma mən burada bu boyda kəndin asayişi olmaq, bu kəndin sağlamlığı üçün, təhlükəsizliyi üçün kəsdiyim bu ağaçlar mən bugünkü gündə 5184 manat cərimələndim. Niyə cərimələndim mən? Bu ağaçları mən özüm əkmişəm. Heç bir meşə zolağına aid olmayan bir ağaç, vəhşi bir ağaçdır. İndi xahiş edirəm sizdən. Mən ədaləti bu videonu izləyən hər bir şəxsdən gözləyirəm. Nazirliyimdən gözləyirəm, Ekoloji Təbii Sərvətlər Nazirliyindən, Baş Prokurorluqdan. Mən bunların hamısını araşdırmağını xahiş edirəm. Bildirmək istəyirəm ki, bu məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, mən niyə Azərbaycan Respublikasının ekoloji və təbii sərvətlərin niyə müdafiə eləmişəm, niyə mən orada salınan o tut bağındakı 428 dənə ağacın məhv olmasına araşdırmışam, onu araşdırmağını təyin elətdirmişəm, niyə mən 168 qaynaq xəttinə zəng eləmişəm, ona görə də bugünkü gündə məni susturmaq üçün hər bir yola əl atırlar və bununla da nail olmağa çalışırlar. Amma mən inanıram ki, buradan adiyyəti qurumlar bu məsələyə köklü şəkildə diqqət ayırıb araşdırma aparacaqlar. Çox sağ olun, minnətdarım.